Bu günləri biz sizinlə Maria Montessori'nin təlimləri zamanı baş verən maraqlı bir hadisə haqqında danışacağıq. Hətta bu maraqlı hadisədən ilhamlanaraq xüsusi məqalə də yazılmışdı. Məqalə bu cür adlanırdı. Öyrən, tədris et, amma təlimlərini hər zaman İtalyan dilində həyata keçirdən Maria Montessori'nin ən yaxın dostları onun tərcüməçiləri idi. Bir gün təlimlərin birində tərcüməçi çox çaşqın bir vəziyyətə düşür. Maria Montessori İtalyan dilində insegnando bildirir. Yəni, tərcüməçi tərcümə edərkən hərfi mənada öyrət, öyrədərək tərcümə edir. Və özü çaşqın halda Maria Montessori'yə baxır. Maria Montessori gülümsəyərək başını tərpədir və onun haqlı olduğunu, düzgün tərcümə etdiyini bildirir. Tərcüməçi bu dəfə hərfi mənada tərcümə etmək istəyir və hərfi mənada belə səslənirdi. Həmişə yemək yeyərək. Bir daha çaşqın, çox mənasız bir ifadə olduğunu anlayaraq Maria Montessori'yə baxır. Maria Montessori isə tam təmkinli, sakit formada başını yelləyərək, bəli, sən haqlısan deyirdi. Bir daha başqa bir ifadəni istifadə edərkən Maria Montessori'ni çox çətin formada tərcümə edir. Biz öyrətməliyik, öyrədərək tərcümə edir. Yenə çox çaşqın halda Maria Montessori'yə baxır. Və Maria Montessori gülümsəyir və əlavə edir. Non corrigando. Hərfi mənada isə düzəliş etmədən demək idi. Deməli, biz öyrətməliyik, amma heç bir korreksiya etmədən. Yəni, kobud formada müdaxilə etmədən onu düzgün formada qayçını tutmağa göstərməliyik. Amma əgər uşaq sinifdə qayçını yanlış tutursa, müəllim həmin an şagirdə kobud formada yaxınlaşaraq qayçını belə deyil, belə tutmalısın deməməlidir. Sadəcə olaraq müşahidə edərək qeydlərini aparmalıdır. Bir müddətdən sonra isə xüsusi bir təqdimatla qayçını düzgün formada necə tutmaq olduğunu ona təqdim etməlidir. Bu zaman şagird qoruma modunda olmadığı üçün təqdimatı mənimsəyəcək, hətta düzgün qayçını tutaraq bir neçə vərəqdə kəsməyə çalışacaq.